بسم الله الرحمن الرحيم الحمد لله والصلاة والسلام على من لا نبي بعده. Ama ba'd, əxlaq-ı təcir müslim, müsəlman təcirin əxlaqı. Bunu da qısa xatırlatma eləyək Allahın izi ilə. Allah Subhanahu taala yəni qulları üçün ruziyə qazanmaq üçün halal yollar qoyub. Həmçinin halal yollara da təşviq eləyib. Və bu halal yolların içində alimlər deyirlər ki, ən böyük nemətlərdən də biri ticarətdir. Həqiqətən də yəni İnsan, yəni ticarət eləməklə neyinir? Öz halal ruzisini qazanır və neyinir? Allaha yaxınlaşır, Allah Subhanahu taala verdiyi bu ruzilə. Çünki bayaq da qeyd elədik ki, yəni ruzidə məqsəd nə deyil? Dünyəvi keçim deyil. Sənə axirətə hazırlıqdır. Yəni sən bu dünyadan istifadə edirsən nədən ötürü? Dünyanın özü üçün yox. Axirətə nə üçün? Axirətə hazırlıqdan ötürü. Ona görə də elm əhli buyurur ki, "İnne min ni'metillahi ala ibadihi." Allah Subhanahu taala qullarının nemətindəndir ki, Allah Subhanahu taala qullarına ruzinin yollarını göstərib. Ruzinin yollarını göstərib və onları bəyan edir və onları təşviq edib halal yollara nə etsinlər? Ruzi axtarsınlar. Halal yollardan ruzi axtarsınlar və nədən çəkinsinlər? Haram olan ruzidən çəkinsinlər. Quran-Kərimdə də bu barədə kifayət qədər dəlillər var. Quran-Kərimdə kifayət qədər buna dəlillər var. Qad ca'alallahu emrel halal beyinan və emrel haram beyinan leştibahu fihi və iltibas. Və deyir, halal, haram, yəni halal olan yollar bəllidir, haram olan yollarda, qadağanlar da bəllidir və bunların arasında şübhəli olan məqamlar da var. Bayaq qeyd elədiyimiz kimi İslam alimlərini qeyd edirlər ki, İslam dini bu üç hədis üzərində dayanır. Birinci, niyyət hədisidir. Ömər bin Xattabın əməllər niyyətə görədir. Çünki burada niyyətdən qəsd nədir? İxlas. İkinci hədis Ayşə anamızın hədisidir. Kim bizim bidət hədisi, kim bizim işimizdən olmayan bir iş eləyərsə, onlar rədd olunur. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur. İxlas və sünnəyə tabeçi bu əməlin qəbul olmasının iki şərtidir. Və o hədislərdən də biri Nu'man ibn Bəşirin hədisidir. Nu'man ibn Bəşirin hədisi və qeyd edilir ki, Nu'man ibn Bəşir özü sahabədir radiyallahu anhu, atası da sahabədir radiyallahu anhuma. Və az yaşlı sahabələrdən biridir. Peyğəmbər sallallahu əleyhi və səlləm vəfat edəndə Nu'man ibn Bəşirin 8 yaşı var idi hardasa. Və buna baxmayaraq nə qədər hədislər rivayet edilir. Bəzilər alimlər deyirlər ki, Nu'man ibn Bəşir 100-dən daha çox hədis rivayet edir. 100-dən daha çox hədis rivayet edir. Bu da o hədislərdən biridir. Ki, Peyğəmbər sallallahu əleyhi və səlləm Nu'man ibn Bəşirin rivayet etdiyi hədisdə buyurur ki, "İnnel halale beyyun və innel haram beyyun." Halal da bəyandır, haram da bəyandır. Yəni halal da açıq aydındır, haram da açıq aydındır. Aydındır. Məsələn, Allah Subhanahu ticarət görsən halal edibdir, ribanı isə haram edib. Hətta Allah Subhanahu o kimsələr ki, dedilər, riba da ticarət kimidir, onlara Bəqərə surəsini rədd verir. Onlar nə dedilər? Dedilər ki, elə riba da, sələm də, faiz də nə kimidir? Ticarət kimidir. Allah deyir ki, Allah ticarəti halal, ribanı, sələmi, faizi haram etmişdir. Eyni deyirlər yəni. Halal bəyandır, haram da bəyandır. Və beynəhumə umurun müştəbihət. Onların arasında şübhəli olan şeylər var. Şübhəli olan şeylər var. Halal diyorsa haramdır. Şübhəlidir. Lə ya'lemuhunne kətirun minən-nas. İnsanların çoxu bunu bilmirlər. Demir hamısı bilmirlər. Çoxu bunu bilmirlər. Alimlər deyirlər ki, bu hədisin bu hissəsi nəyə dəlildir? Alimlərin fəzilətinə. Çünki insanlar halal və haram məsələlərində şübhəyə düşəndə gəlirlər kimdən soruşurlar? Alimdən soruşurlar. Və bu həmçinin dəlildir, cəmiyyətdə alimlərin mövcudluğu onlar üçün Allah Subhanahu lütfüdür və onlar üçün nemətdir. Alimin, elm tələbələri olmağı onlar üçün nemət. Çünki şübhəli olan şeylərdən nə edirlər? Onlardan soruşurlar. Əksinə olmaması da onlar üçün nədir? Xüsrandır, həlakdır. Ona görə Səid ibn Cübeyrdən soruşurlar ki, mə aləmət hələkin nəs? İnsanların həlak olmağının əlaməti nədir? Deyir ki, alimləri öldürürlər zaman. Çünki elm olmayanda yerinə tutur, cəhallət tutur. Və gedirlər cahillərdən soruşurlar, o da halala haram deyir. Nə qədər bugün çoxdur faizi halal deyənlər, aydındır, ticarəti haram deyənlər və yaxud əksi olanlar. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm bu nə buyurur? Allah insanların qəlbindən elmi söküb çıxardan deyil. Elmi necə aradan qaldıracaq? Alimlərin vəfatı ilə.
Hətta alim qalmayacaq, insanlar özlərinə cahil başçılar təyin edəcəklər. Və o fətva verəcək, özü də asacaq, insanlar da asacaq. Lə ya'ləmhunə kəthirun. Halal bəyan da, haram bəyan da arasında şübhəli şeylər var. İnsanların çoxu bilmirlər. Fəmən ittəqa şübhət fəqad istabra li dinihi və ərdihi. Kim bu şübhəli olan şeylərdən uzaqlaşarsa, yəni getməzsə, tərk eləyərsə, dinini və irzini qorumuş olar. Dinini qorumuş olar, yəni Allahla öz arasında olan şeyi. İrzini qorumuş olar, yəni Allah özünlə insanlar arasında olan şeyi. Çünki insandan tələb olunan iki dənə haqq var. Haqqullah, Allahın haqqı və insanların haqqları. Şübhədən uzaqlaşarsa şübhəli şeylərdən. Bu halaldır, haramdır, halaldır. Arası şübhəli şeylər olur. Bu işi görmək haram deyilsə halaldır. Ondan uzaqlaşarsa, deyilmiş olar, dinini və irzini, şərəfini, ləyaqətini qorumuş olar. Dinini Allahla öz arasında. İrzini isə özünlə qullar arasında. Fəmən vəqa fi şübhat vəqa fil haram. Kim bu şübhəli şeylərə düşərsə, artıq harama düşmüş olar. Çünki o şübhəli şeylər, hansı ki bilinmir, halaldır, haramdır, sənə aparır. Haramın bizzat özünə. Sonra Peyğəmbər sallallahu aleyhi ve sellem bizə bunu hissi misal çəkir. Hissi, yəni gözlə görür, əllə toxuna bilən. Hissi bir misal çəkir ki, hamımız başa düşək. Alimlər deyirlər, bu Peyğəmbər sallallahu aleyhi ve sellemin gözəl öyrətmə üslubundandır. Allahu akbar. Misal çəkir. Nəyə misal çəkir? Kərra'i yər'a havlə himən. Çobanı misal çəkir. Çoban qoruğun ətrafında qoyunları güdür. Çoban qoruğun ətrafında qoyunları güdür. Və yuşuk ən yartafi. Yaxında ümid olunur ki, onlar hara girəcəklər? O qoruğa girəcəklər. Alimə deyirlər, nəyin səbəbindən? Çünki çoban məxluqdur. Mütləq qəflətə düşəcək. Yatacaq, yorulacaq və s. Bundan da istifadə edən qoyunlar hara girəcəklər? Qoruğa girəcəklər. İnnə li kulli məlikin himən. Hər bir hökümdarın öz qoruğu var. Ələ innə himəllahi məhərimuhu. Allahın qoruğu da onun haramlarıdır. Yəni demək istəyir ki, halal bu halaldır, bu da haramdır. Və bunların arasında şübhəli olan şeylər var. Düzdürmü? Çobana bənzədir ki, çoban gəlir halal olan yerdə qoyunlarını otarır. Səhlənkarlıq eləsə belə gözləyən insan belə yenə halalın ətrafındadır. Çünki bu əharda ki, otarır qoyunları, orada sahibsiz bir torpaqda, kimin deyil. Yatsa belə sahibsiz torpaqda ona zərər olmayacaq. Amma o ki, gedir Məlikin padşahın qoruğunun ətrafında qoyuna girən haramların ətrafında. Ani səhlənkarı onun harama düşməyinə səbəb olacaq. Və bu da baş verir. Onu görsən, nə edirsən? Görsən ki, bu şübhəli şeydir, tərk edirsən. Eyləsən, sabah səhlənkarlıqdan gedib harama girəcəksən və özünü bundan nə olmayacaq? Xəbərin olmayacaq. Çünki sən illa da nə edəcəksən? Səhlənkarlıq eləyəcəksən. Yatacaqsan və sən bundan istifadə edən qoyunlar hara girəcəklər? Qoruğa girəcəklər. Və qoruqda da nə edəcək? Məlikin padşahın qoruğuna girəcək, o sən nə edəcək? Cəzalandıracaq. Hər bir padşahın öz qoruğu var, Allahın qoruğu da onun haramları. Sonra, elə bu hədisin ən əzəmətli hissələrindən biri də budur. Ələ innə fil cəsəd mudğatan izə salihəl cəsədu kulluhu və izə fəsədəl fəsədu cəsədu kulluhu. Bədəndə bir ət parçası var ki, o düzələndə hamısı düzəlir. Bütün əzalı islah olur. O fəsədə uğrayanda bütün bədən fəsədə uğrayır. Və bilin ki, bu nədir? Qəlbdir. Alimlər bilirlər ki, Peyğəmbər sallallahu aleyhi ve sellem əşyaları üç qismə böldü. Qismin hillun beyyin. Açıq aydın haramdır. Ən yurhillu kullu muslim. Bütün müsəlmanlar bilirlər ki, bu halaldır. Aydındır, bilirsən ki, bu halaldır. Məsələn, bu ət halaldır. Aydındır. Heç bir orada şübhə yoxdur. Zərrə şübhə yoxdur ki, qoyun ət halaldır. Yəni şəriət qaydasından kəsilərsə. Düzdürmü? Və qismu səni haramdır. İkinci qism isə haramdır. Sən də bilirsən ki, donuz əti haramdır. Yəni bunda heç bir şübhən yoxdur. Üçüncü məsələ qismu səlis, üçüncü qism. Nədir? Arasında şübhəli olan şeylərdir. Yəni onu insanların çoxu bilmirlər. Bilənlər kimdir? Allahın dinində bəsirətli olanlar, fiqh, elm sahibi olan kimsələr. Onlar bilirlər ki, bu halaldır, bu haramdır. Harama aiddir, halala aiddir. Amma nə deyir Peyğəmbər sallallahu aleyhi ve sellem? İnsanların çoxu bunu bilmirlər.
Aydın, yəni çoxu bundan xəbərsizdirlər. Əy ənə minən nəs mən ya'ləmuhunna və hum uləmə rəsixun vəl fuqaha. Bəli, insanların için elləri var ki, bunu bilirlər. Onlar da elmdə rasix olan alimlərdir. Qad bəyyənə Nəbi sallallahu aleyhi ve sellem tariqatı səcədə ində iştifəl umuru və Peyğəmbər sallallahu aleyhi ve sellem neyiniyib? Açıqlayıbdı insanlara hətta o şübhəli olan şeyləri belə. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, elə bir Peyğəmbər yoxdur ki, ona ümməti üçün bütün xeyirləri bəyan eləmək və onları bütün şərlərdən çəkilmək vacib olmasın. Nə xeyirsə olsun bəyan edib. Haramını da deyib, halalda arasında şübhəli olan şeyləri izah edib ki, nə eləmək lazım şübhəli olan şeylərdə? Fəmən ittəqa şubuhat fəqad istabra dini və irdihi. Yəni kim yəni şübhələrdən uzaq durarsa, artıq dinini qorumuş olar. Yəni qorumuş olar, birinci dinini üstü. O da sənin ən böyük sərmayəndir. Rəsu mələk. Sənin nəyindir? Ən böyük sərmayən dinindir. Dünyanın deyil, ən böyük sərmayən din. Ona görə də Peyğəmbər sallallahu aleyhi ve sellem nə buyurur? Allahümmə la tec'al musibətənə fi dininə. Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin duasıdır. Allah müsibətimizi dinimizdə eləmə. İbn-i Qeym Rəhəməllah da bu hədisin şərhində buyurur ki, din müsibətindən başqa yerdə qalan bütün müsibətlər hamısı əslində sənin üçün nimətdir. Çünki səbr etsən mükafat alacaqsan. Səbr etsən mükafat alacaqsan. Sənin üçün əslində nimətdir. Sonra buyurur ki, şübhələ düşən nəyə düşmüş olar? Harama düşmüş olar. Ona görə hansı şey ki, istər yemək içmədə, istər ticarətdə görürsən ki, şübhəlidir, həmin şübhəli şeylərdən neymək lazım? Uzaqlaşmaq lazım. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, bu hədis çox önəmli hədisdir. Vabisə İbn Mə'bəd radiyallahu anh rivayət edir ki, Ətəktün Nəbiyyə sallallahu aleyhi ve sellem, Peyğəmbər sallallahu aleyhi ve sellem yanına gəldim. Allahu akbar. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, sən gəlmirsən, soruşasan ki, yaxşılıq nədir və günah nədir? Allahu akbar. Deyir ki, ci'tə təsəlu anil birr vəl ism. Gəlmirsən soruşmağa ki, yaxşılıq nədir, günah nədir? Fəqultu vəlləzi bə'asəkə bil haqq. Səni göndərəni, haqla göndərəni and olsun ki, mən ancaq bundan ötürü gəlmişəm. Başqa heç nə soruşmayacaq səndən. Allahu akbar. Peyğəmbər sallallahu aleyhi ve sellem artıq xəbərdar ki, o nə soruşacaq. Burada əl-birru, yaxşılıq nədir? Mən şərəhə ləhu sadruk. Yaxşılıq qəlbinin rahatlıq tapdığı şeydir. Yaxşılıq nədir? Qəlbinin rahatlıq tapdığı şeydir. Pisliyi isə sənin qəlbinin narahat olduğu, tərəddüd içində qaldığı şeydir. Hətta insanlar onun icazəli olmasına sənə fətva versələr belə. Alimlər deyirlər, bu siz nədir? Bu çox əzəmətli hədisdir. Hani bu insanlar deyirlər ki, keçən dəfə sual verildi qardaş ki, müəllim ki, insan bəli, insan həqiqi, sağlam fitrətli insanın vicdanı bilir ki, bu şey doğru deyil. Hətta insanlar ona olar desə belə, bilir ki, vicdanı qəbul eləmir onu. Tərəddüd içində qalır ki, burası düzgün olmadı. Yüzü insan narahat olur. Bu da nədir? Nədən xəbər verir? Allah subhanətə nimətli onun üzərinə. Hələ ki, sənə bunu nəsib eləyibsə, bu sənin sevməyin əlamətidir. Amma sən günahlar elədikcə, Allahdan uzaqlaşdıqca bu qabiliyyəti səndən neynir? Alır, artıq seçə bilmirsən. İnsanlar buna hətta fətva versələr ki, olar. Çünki vicdanın qoymur, deyirsən, mən bunu eləyə bilmərəm. Subhanallah, insan qoymur. Alimlər deyirlər ki, bu sağlam fitrətli insana aiddir. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem nə buyurur? Ki, Allah buyurdu ki, xaləqtu ibadi hunəfə. Mən qullarımı hənif olaraq yaratmışam. Sonra şeytanlar onlar mənim yolundan azdırıblar. Mən qullarımı hənif olur. Bəli, insan təbiətində deyirlər, bəzən istəmirəm belə şey eləmək, qoymur vicdanım, bəli. Çünki narahatlıq keçirir qəlb. Ya da o da qəlbin sağlamlığının əlamətidir əslində. Və başqa hədisi İmam Əhməd rivayət edir öz müsnədində. Nəvvas ibn Səm'an radiyallahu anh rivayət edir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, Əl-birru husnul xuluq. Yaxşılıq gözəl əxlaqdır. Vəl-ism mə həkə fi nəfsik və ləv qaytən yəttələ aleyhin nəs. Günah da bilsən nədir? Vicdanının, özünün tərəddüd içində qaldığı şeydir. Və o şeydir ki, insanların onu xəbərdə olmaqını istəmirsən. Madam bir əməldir. Qəlbin narahatdır bundan. İstəmirsən ki, insanlar bilsin ki, sən bu əməli eləmirsən. Deməli, o nədir? Günahdır. Ravah Muslim. İmam Muslim öz səhində rəvat edib. Və hədə yədullə alə ənəllah fətərə ibədə alə ma'rifətil haqq. Bu hədislər dəlalət edir ki, Allah qullarını onları haqqı bilən olaraq, haqdan xəbərdar olaraq yaradıb. Yəni,
Haqqı qəbul edən də onların fitrətləri. Subhanallah, sukun ileyhi və qabulu. Qəlblər o haqla rahatlıq tapır. Və rəqsi fi tibağı məhəbbət zəlik. Və o haqq nədirsə, qəlblər əslində onu sevir. Dediyim ki, bütün qəlblərdən söhbət getmir, deyir alimlər burada. Yəni, salamat qəlbdən söhbət gedir. Fəaləl əbd indəmə yəstəribu fi əmrik min əhval minəl halal və beyin minəl haram beyin ən yədə'u və qula da vacib olan odur ki, halalla haramda bilsə ki, bu şey nə halal deyil, nə də haram deyil. Şübhəli qalıbsa ona bir şey. Onda neynəsin? O şübhəni tərk eləsin. Hədis kimdən gəlir bu hədis? Sıbt Nəbi sallallahu aleyhi ve sellem. Həsəndən. Həsən radiyallahu anh buyurur ki, Həsən İbn Ali radiyallahu anhumə. Allah ondan da, onun atasından da, qardaşından da razı olsun. Cənnət cavanlarının ağaları. Alimlər deyirlər ki, cənnət cavanlarının ağaları zaten cənnətdə insanlar cavan olacaqlar. Cənnət cavanlarının ağaları nədir? Çoxluğun rəyi odur ki, yəni cavan yaşda ölənlərin cənnətdəki ağaları. Yoxsa Şamı eyni yaşda olacaq deyə. Cavan yaşda vəfat edən cənnətdə ağalar kimi Həsən və Hüseyin radiyallahu anhumə. Yəni vallahi Allah şahiddir ki, biz onların ikisini də sevirik. Və onların atalarını sevirik. Onların ataları özlərindən də fəzilətlidir. Aydındır. Ona görə onların özlərinin onun vəfatını qeyd eləyib, mərsi oxuyub, özünü döymək, özünü zülmək eyni şeyi əgər onlar iddialarında haqlıdırlarsa, ən birinci onların atası üçün eləməlidirlər. Onun atasının, çünki o da şəhid olur. Və kim üçün eləməlidirlər? Peyğəmbər sallallahu aleyhi ve sellem üçün eləməlidirlər. Aydındır. Həsən ibn Ali radiyallahu anh, o da kiçik yaşda olur. Bax, var bu hədisi rivayət ediyor, əzəmət hədisi. Sıbt Rasul sallallahu aleyhi ve sellem, Peyğəmbər sallallahu aleyhi ve sellemin qız nəvəsi, reyhan qoxulu nəvələri. Allahım, mən onları sevirəm, sən də onları sev. Allahım, mən onları sevirəm, sən də onları sev. Allahu akbar. Və Peyğəmbər sallallahu aleyhi ve sellem duası nədir? Müstəcəbdir. Səmət Rasulullah sallallahu aleyhi ve sellem yəqul, eşitdim ki, Allah elçisi belə buyurur. Hədisi rivayət edən kimdir? Həsən ibn Ali radiyallahu anhumə. Də'mə yəribukə ilə mə lə yəribukə. Sənə şübhəli gələn şeyləri tərk elə, hara yönəl? Şübhəli olmayanlara yönəl. Nas hədisdir. Şübhəli olan şeyləri tərk elə və şübhəli olan olmayan şeyləri yönəl. Və fihi rucu fi umum müştəbiyə ilə cavazil qulub. Yəni sən qəlblər harsına ki, şübhə doğurur, onun tərəfə yönəl. Qəlblərin şübhə doğurduğu şeyə yönəlmə. Xüsusən də haramlar nə deyirlər? Pillə-pillə gəlir. Haramlar neyində? Pillə-pillə olur. Və bu hədis, indi zikr edəcəyimiz hədis ki, İmam Əhməd rəvat edibdir, Şeyx Albani də səhihləşdirib. Bu məsələdə ən əzəmət hədislərdəndir. Abdullah ibn Amr ibn As radiyallahu anhumə, onda tas sahabədir. Buyurur ki, ən Rasul sallallahu aleyhi ve sellem qal, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu. Ərba'un izə kunnə fikə fələ aleykə mə fətəkə minəd dünya. Bu 4 dənə xislət, xasiyyət, xüsusiyyət səndə olsa, dünyadan nə itirmişsənsə artıq bunu fikirləşmə. Umurunda olmasın. Nə itirsən belə dünyada? Bu 4 xislət səndə olsa. Dünyada nə itirmişsən, itirmişsən. Birinci, hifzul əmanə, əmanəti qorumaq. Bunlar bir tək-tək toxunacaq inşallah. İkinci, sidqul hədis, danışanda doğru danışmaq. Üçüncü, husnul xaliqa, gözəl əxlaq sahibi olmaq. Dördüncü, effətü və tu'mə, yediyin, içdiyin şeyə fikir vermək haramdır, halaldır və s. Bu 4 şey səndə olsa, nə edəcəksən? Dünyada nə itirsən belə fikir vermə, diqqət alma, umursama. Elm əhli bu ki, hədəl hədis azim. Bu hədis çox əzəmətli bir hədisdir. Lazımdır ki, bütün ticarətlə məşğul olanlar, müsəlmanların bazarında olanlar və s. hamısı bu hədisdən xəbərdar olsunlar. Hətta kimlər ki, ticarətlə məşğul olar, qohum, əqraban bu hədisi onların yanında xatırlat, çünki onlar o günahlardan çəkilsin, sənə də savab yazır və beləcə də müsəlmanların bazarları bu cür şeylərdən uzaq olacaq və beləcə də malları da nə edəcək? Təmizlənəcək. Və birinci bunlardan ən birinci nədir? Hifzul əmanə. Yəni, o Peyğəmbər sallallahu aleyhi ve sellem burada, bu keçməmişdən əvvəl deyək, əzəmətə söz deyir. Yəni, bu 4 şey səndə varsa, dünyada nə itirmişsən. Çünki bunları eləyəndə illa dünyada nəsə itirəcəksən. Allah atmasan sata bilməyəcəksən, ola bilsin. Yalan danışmasan alınmayacaq. İtir, amma bu ədəbi, bu əxlaqını eləmə. İtirmə. Əvvəl hifzul əmanə. Birinci əmanəti qorumaq.
Ey yekunu eminen fi ta'amül. İnsanlarla muamelede emin kimsə. La yağış. Neyləməz? Aldatmaz. Peyğəmbər sallallahu əleyhi və səlləm nə buyurur? Mən qaşşəni fəleysə minnə. Bizi Allahdan bizdən deyil. Bizi Allahdan bizdən deyil. Çünki həmin hədis niyə görə gəlir? Xurma satan insan yaş xurmalar, yəni yaş xurmadan qəsd, yəni islanmış xurmaları alta gizlədib üstə qururlar, yaxşılarını qoymuşdu. Peyğəmbər sallallahu əleyhi və səlləm əlini altına salanda gördü islanıb. Dedi ki, bizi Allahdan bizdən deyil. Alimlər deyirlər, əgər bu dünyəvi şeydə insanları Allahdansa, bəs insanları dinlərində aldadanların hal necə olsun? Auzubillah, Allah sınırında. Deyir ki, bu da nə deməkdir? Əmin olmalıdır insanların hüquqlarını qorumalı. Lə yəmkar. Hiləgər olmamalıdır. Çünki əminliyin əksi nədir? Xain və hiləgər olmaq. Əminliyin əksi nədir? Xain və hiləgər olmaq. Və qad yubtələl insan indəmə yədxulu bəbə ticarət və imtihanı. Yəni, ola bilsin insan ticarətə girəndə, hər hansı bir ticarət elində, bu şeylər, yəni bu sadalananlar, ona ağır gəlsin. Çünki ağır gələcək, əmanətə sahib çıxmaq, doğru danışmaq, yəni allatmamaq və s. və s. və s. Yəni sonra həmin xislətləri, yəni həmin xislətləri özünə cəmlik gözəl əxlaq sahibi olmaq üçün insan yediyini içdiyini qorumalı. Yediyini içdiyini qorumalı. Yəni bunların dördü səndə varsa, nəyə dünyada itirsən belə? Peyğəmbər sallallahu əleyhi və səlləm ona fikir vermə. Çünki itirə bilərsən dünyadan. Çünki gələcək sənə imtahanlar gələcək. Müəyyən məbləğ pul, müəyyən mənada bir ticarət. Onu neyinirsən? Yalan danışsan, onu əldə edəcəksən. Allatsan, hilə qursan, onu əldə edəcəksən. Amma tərk eləsən, Allah sonra daha xeyrisini verəcək. Bəyək dediyimiz sədis. Mən tərəkə şeyən lillah, kim bir şey Allah üçün tərk eləyərsə, avvadahullah xayrən min. Allah ondan daha xeyrisini ona əvəzləyər. Alimlər deyirlər ki, demədi ki, Allah daha aşağısından, daha bənzərindən, daha xeyirlisindən. Çünki həm də ola bilsin o milyonları qazana bilmədin, əlindən çıxdı o pul. Amma nəyə qazana biləcəksən? Allah subhanət hala rızasını. Çünki Allahın rızasını qazanmaq nədir? Möminin ən birinci hədəfidir. O əmanət sahibi olmaq da ən böyük xeyir əlamətlərindəndir. Peyğəmbər sallallahu əleyhi və səlləm nə buyurur? Deyir ki, əddil əmanət ilə məni təmənəkə. Əmanəti sənə əmanət edənə qaytar. Və lə təxun mən xanəkə. Sənə xəyanət eləyənə sən xəyanət eləmə. Əmanəti kimə qaytar? Sənə xəyanət eləmə. Ola bilsin o səni alladıb. Ola bilsin sən xaini, sən eynisini eləmə. Hətta insanların ağızlarında gəzən bəzi pis sözlərdən biri də nədir? Allah ona xaini eləyənə xaini elədi. Ərəblərdə daha çoxdur bu. Yəni, burada Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, insana, sənə xəyanət eləyənə xəyanət eləmə. Necə ola bilər ki, Allah subhanət hala xəyanət eləsin, ona xəyanət eləyənə. Əuzubillah, bu Allah verilmiş pis bir sifətdir. Onun ki, Ənfal surəsində Allah subhanət hala mənaca buyurur ki, əgər onlar sənə xəyanət eləsələr, onlar bundan əvvəl də Allaha xəyanət eləmişdilər. Demədə Allah da onlara xəyanət eləyər. Bəli, bəzi sifətlər var ki, müqabilindədir. Məsələn, Allah hilə quranları hilə qurandır. Aldadanları aldadandır. İstehza eləyənləri istehza eləyəndir, müqabilində. Amma xəyanət mütləq pis bir sifət olduğu üçün ona görə Allaha izafə etmək onu olmaz. Amma aldatmaq təriflənən də ola bilər. Təriflənən də ola bilər. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm özündə deyir, döyüş aldatmaqdır. Yəni aldatmalısın yudasan və yaxud da oyun oynayırsan, futbol, günümüzün bəlası. Futbol allatmalısın ki, gol vurasan. Aydındır, orada allatmaq təriflənəndir. Harda ki təriflənəndir bəzi xislər, onu Allaha aiddir. Harda ki qınanılır, Allahdan uzaqlaşdırır. Amma xəyanətə gələndə isə xəyanət mütləq olaraq pis sifətdir və ona görə də alimlər buyururlar ki, "Fəl-əmanətu mətlubətun min kulli vaqtin və hin." Əmanətə sahib çıxmaq, əmin adam olmaq hər vaxt üçün nədir? Tələb olunan bir şeydir, insandan istənilən bir şeydir. Yəni ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm ki, sənə xəyanət edənə xəyanət eləmə. Ola bilsin eləyəcəklər xəyanət. Sənə qarşı aldadacaqlar, hilə quracaqlar. Onların elədiyi şey eyni müamiləni göstərmir onu. Çünki sənin məqsədin nədir? Allahın rızası olmalıdır. İkinci, əs-sidqul hədis, doğru danışmaq. Bu da ticarətdə ən önəmli şeylərdəndir. Ticarətdə ən önəmli şeylərdən Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, tacirlər günahkar olaraq diriləcəklər, yalnız əmin aman olan, doğru danışan, sən əmin aman ol, doğru danışmaq. Ticarətdə ən ağır şeylərdəndir. Yəni onları qoyub saxlamaq böyük bir nemətdir.
Böyük bir nimət. Çünki ticarətdən mal əldə edirsən, bununla da müsəlmanlara kömək edirsən axı. Yəni özün istifadə edirsən dünyanda və müsəlmanlara da kömək edirsən və bu mətlubudur, tələb olunandır. Ona görə alimlər nə deyirlər? Sən madam ki bu dünyadasan, nəfsim deyib ancaq özünü fikirləşə bilməzsən. Ətrafındakı ehtiyaclı müsəlmanları da fikirləşməlisən. Nəfsim o tərəfdədir, axirətdə. Hətta peyğəmbərlər deyəcək nəfsim. Madam ki bu dünyadasan, təkcə nəfsim deyənməzsən. Çünki sənin üzərində də haqqı olan kimsələr var. Hətta o mal sənin cibində olsa belə, zəkat kimi və s. kimi. Mal sənin cibində ama başqalarının haqqıdır. Yani sən haram yemiş olursan. Sən qazanmısan. Amma başqalarının haqqıdır. Üçüncü məsələ, yəni burada da yalan haqqında alimlər hədisi gətirirlər ki, məşhur hədisi ki, yalan İyyəkum vəl-kəzib. Peyğəmbər sallallahu əleyhi və səlləm çəkindiyi şeydir ki, İyyəkum vəl-kəzib. Sizi çəkindirəm yalandan fə innəl kəzib yəhdi iləl fucur. Yalan günahlara aparır. Həqiqətən yalanın üçün nə qədər günahlar bulunur. Və o günahlar da hara aparır sahibini? Cəhənnəmə aparır. Cəhənnəmə aparır. Çünki yalanın əksi nədir? Sadiqlik. Sadiqliyin təriflənibdir. Xüsusən də ticarətdə. Peyğəmbər sallallahu əleyhi və səlləm nə buyurur? İki insan ticarət eləyərsə, onlar bir-birindən ayrılmadan doğru danışıb bəyan eləyərsə, yəni doğru danışarsa və bəyan eləyərsə, yəni malında xələl varsa və s. onda onların bu işində nə olar? Bərəkət olar. Özü deyir ki, burikə ləhumə febi'ihmə. Onların içində bərəkət olar. Amma yalan danışarsa, aldadarsa həmin bərəkət oradan çəkilmiş olar. Həmin bərəkət oradan çəkilmiş olar. Çünki yalan danışmaq ticarətə qadağandır. Ən betərisi deyir alimlər deyirlər, yalanla and içməkdir. Yalanla and içmək isə daha betəridir. Dəfələrlə vurğulur İmam Müslimin səhihində gələn hədisdir. Ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, 3 sinif insan var ki, görün bunların cəzası nədir? La yukallimuhumullah yawmul qiyamah. Allah qiyamət günü onlarla danışmayacaq. Və la yanzur ileyhim. Onlara tərəf baxmayacaq. Onları təmizə çıxarmayacaq. Onlar şiddət əzab gözləyir. 4 dənə xislət. Onlardan da biri nədir? 9. Burada 3 dənə hədis gəlir. Üçündə də ayrı-ayrı 3 sinif insan gəlir. Üçündə də ayrı-ayrı 3 sinif insan gəlir. Hədisin birində gəlib ki, təkəbbürü kasıb, yarhamukallah, təkəbbürü kasıb, qoca zinakar və yalancı başçı, yalancı rəhbər. Digər hədisdə gəlib ki, paltarını topuqdan aşağı salan kişi, qadına aid deyil, kişi, yəni musbil, paltarın ətəyi topuqdan aşağı düşən kimsə, 2, elədiyini başa qalxan kimsə, mənnan deyirlər ona. Mən sabah elədim, elədiyini başa qalxan kimsə. 3-cü, malını satmaqdan ötürü yalandan and içən kimsə. Oldu 6. Digər 3-cü isə malını satmaqdan ötürü əsrdən sonra yalandan and içən kimsə. O ayrıdır. Çünki əməllər Allaha qalxır, məhəllər dəyişir, onda daha betərdir. Sonra səhrada bol su olubda onu insanlara paylaşmayan kimsə. 3-cü, beyət elədiyinə dünya üçün beyət eləyən kimsə. Verəndə razı qalar, verməyəndə ona qarşı çıxar. Bu 9 sinif insandır. 9 sinif insan o insanların ki, Allah subhanətələ onlara danışmayacaq, onları təmizə çıxarmayacaq, onlara tərəf baxmayacaq, onlara şiddət əzab gözləyir. Bunlar hamısı şiddətli qorxutmadır. Bunlardan da biri kimdir? Tacir. O tacir ki, satdığı malı nəyə satır? Yalandan and içərək satır. Alimlər deyir, fərqi yoxdur, istər kəmiyyətdə olsun, istər zamanda olsun, istər məbləğdə. İstər desə ki, Allaha and olsun ki, bunu bugün pişirmişəm, əslində dünən pişirib və ya dünən alıb. İstər desə ki, Türkiyə istehsalıdır, əslində Çin istehsalıdır. İstər desə ki, 5 manat mayası, əslində mayası 3 manat. Hamısı ona girir. And içərsə, malını satmaqdan ötürü nə etmiş olar? Bu qadağana, yəni bu ağır hədisin altına, hökmünə düşmüş olar. Yəni, həqiqətən bu ağır günahdır. Və ən axırıncı da, yəni burada elm əhli buyurur ki, ən axırıncı nədir bunların 4-cüsü? İnsan yeməkdə içməyə fikir verməsi, iffət sahibi olmalı. Bu da nə deməkdir? Yəni, ticarətin hardan qazanır, hara xərcləyir, aydındır və necə qidalanır. Çünki qidalanma halalla, haramla insanın cənnətlik, cəhənnəmli olmasa təsiri var. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur Tirmizinin sünənində gələn hədisdə. Cəhənnəmə ən layiq olan bədən haramla qidalanan bədəndir. Cəhənnəmə ən layiq olan bədən
haramla qidanlanan bədəndir və həmçinin alimlər hansı zikr edirlər? O kimsə ki, racül yutilu səfər. Səfərdə olan kimsə, saçı başı dağınıqdır, üstü başı tozdur, əllərini açır səmə deyir ki, ya Rab, ya Rab, ya Rab. Yediyi haram, giydiyi haram, içdiyi haram və haramla qidanlanan Allah onun duasını necə qəbul etsin? Ona görə alimlər buyururlar ki, kim istəyir ki, Allah onun duasını qəbul etsin, yeməyini təmizləsin. Kim istəyirsə ki, Allah onun duasını neyini qəbul etsin, neyini yeməyini təmizləsin, yəni halaldan yesin. Halaldan yesin. Bu da əslində müsəlman məqsədidir. Peyğəmbər sallallahu əleyhi və səlləm sübh namazından sonra elədiyi dua nədir? Allahumma inni əs'aluka ilmən nafi'an və rizqan tayyiban və aməlan mutaqabbalan. Allahım səndən nə istəyirəm? Faydalı elm, halal ruzi və qəbul olunan əməl. Və Allahdan istəyir ki, Allah Subhanahu taala bütün müsəlmanları haramlardan uzaqlaşdırsın. Tacirlərin qazanclarında bərəkət versin, halaldan eləsin onların qazancını. Və alimlər bir neçə hədisdə zikr edir Peyğəmbər sallallahu əleyhi və səlləm barəsində ki, bu isə daha fəzilətlidir. Peyğəmbər sallallahu əleyhi və səlləm bəzi rivayətlərdə gəlib birinin dəvəsini alıb sonra təzədən ona hədiyyə eləməyi, bəzi rivayətlərdə gəlib ki, hətta Ömər bin Xattab bir şey satanda İbn Ömər onu istəyir. Başqa sahabelər olurlar, Ömər bin Xattab istəmir ki, oğlu qabatsın. Deyir ki, sən elə gözlə, sən elə gözlə. Sonra həmin şey Peyğəmbər sallallahu əleyhi və səlləm alır, kimə verir? İbn Ömərə verir ki, bu sənin də artıq. Alimlər deyir, bu artıq nədir? Səxavətliyin dərəcəsidir. Məsələn, gəlirsən, görürsən ki, yaşlı bir qadın var, yaşlı bir kişi var. Nəsə satır. Hədisdə gəlib ki, Peyğəmbər sallallahu əleyhi və səlləm neyibdir? Ticarət edib, deyib ki, necə verirsən? O deyib, məsələn, 80-ə. 60-a alıb, sonra neyib? Həmin şeyi qaytarıb verir ona. Aydındır. Həmçinin neyinə bilər? Dediyi qiymət 80-ədir, 80 alıb ona verə bilər. Alimdə daha üstün nədir? 80-ə deyib 100 alıb yerindən ona vermək. Bu da nə deməkdir? Bu Allah Subhanahu taalanın qullarına qarşı olan rəhmətdəndir və bu səxavətliyin ən üstün dərəcələrindən biridir. Allah Subhanahu taala istəyir ki, hamımıza halal ruzi, qəbul olunan əməl və faydalı ilm bəxş eləsin. Subhanakallahumma və bihamdik, əşhədu an la ilaha illə entə, əstəğfiruke və etûbü ilayk.